Bir gün Loğman oğluna deyir: Sənə 3 nəsihət vermək istəyirəm. Birinci, çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yiyəsən. İkinci, çalış dünyanın ən rahat yataqlarında yatasan. Üçüncü, çalış dünyanın ən yaxşı saraylarında yaşayasan. Loğmanın oğlu atasının bu nəsihətlərdən təəccüblənərək deyir: Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm? Loğman deyir: Oğlum, birinci gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. İkinci, çox çalışıb gec yatsan. Yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Üçüncü, insanlarla mehriban davranıb, onların qəlblərində özünə yer tapa bilsən, demək, dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.